Ramiz Mehdiyev şəbəkəsi, AXCP Milli Şura xətti və təhlükəsizlik riskləri. Ukrayna müharibəsi postsovet məkanında güc balansını dəyişdirən əsas faktor olaraq qalır. Müharibə bitdikdən sonra Rusiyanın ənənəvi təsir zonalarını, xüsusilə Cənubi Qafqazı yenidən nəzarətə almağa çalışacağı ehtimalı bir çox analitik mərkəzlərin hesabatlarında təsbit olunur. Bu şəraitdə regional dövlətlərin daxili siyasi konfigurasiyası daha yüksək diqqət tələb edir. Azərbaycan kontekstində bu mövzunun ən həssas nöqtələrindən biri Ramiz Mehdiyevin uzun illər ərzində formalaşdırdığı siyasi şəbəkənin və onunla əlaqəli müxtəlif strukturların potensial roludur. Bu çərçivədə AXCP və Milli Şura xüsusi diqqət mərkəzinə çıxır. Ramiz Mehdiyev amili və Moskvanın mümkün təsir planları. Ramiz Mehdiyev illər boyunca dövlət idarəçiliyində sistem formalaşdıran fiqurlardan biri olub. Onun hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra sərgilədiyi ritorika və ətrafında cəmlənmiş şəxslərdən ibarət şəbəkə bir çox analitiklər tərəfindən köhnə təsir mexanizmlərinin qalığı kimi qiymətləndirilir. Mehdiyevin müxtəlif dövrlərdə Rusiya siyasi institutları ilə qarşılıqlı münasibətləri, onun qurduğu strukturun kənar təsirləri açıq olması ehtimalı, post-müharibə dövründə Moskvanın Qafqaz planları ilə kəşfə biləcək potensial risk kimi nəzərdən keçirilir. AXCP, radikal xətt, idarə edilməz ritorika və xarici təsirlərə həssaslıq. AXCP-nin uzun illərdir nümayiş etdirdiyi radikal siyasi üslub, kəskin və aqressiv ritorika, mütəmadi qarşıdurma strategiyası onun müxtəlif xarici aktorlar üçün manipulyasiya oluna biləcək mühiti açıq qoyur. Partiyanın siyasi fəaliyyətində müşahidə olunan əsas məqamlar, konflikt yönümlü fəaliyyət, dialoqdan yox, gərginlikdən qidalanan strateji xətti, institusional zəiflik, strukturun real sosial dayağı ilə iddiaları arasında ziddiyyət, xarici təsir müstəvisinə açıq olmaq, zaman-zaman həm qərb dairələri, həm də region dövlətləri ilə üst-üstə düşən ritorika. Bu səbəbdən AXCP-nin Rusiyanın Qafqazdakı mümkün revanş planlarında alətə çevrilməsi ehtimalı tamamilə istisna edilmir. Milli Şura, siyasi çətir, funksional zəiflik və manipulyasiya üçün münbit zəmin. Milli Şura illərdir real siyasi təsir gücü olmayan, daha çox formal siyasi çətir funksiyası daşıyan, müxtəlif ideoloji qrupların və fərqli maraqlı tərəflərin məcmusu kimi fəaliyyət göstərən struktur təsiri bağışlayır. Analitik yanaşma ilə Milli Şuranın zəiflikləri belə xarakterizə olunur. Fəaliyyətin fraqmentasiya olunmuş mahiyyəti, daxilində bir xətt və vahid strategiya yoxdur. AXCP-yə faktiki bağlılıq, strukturun aparıcı gücü AXCP-dir və qərarverici nüvə oradadır. Xarici təsir vektorlarına uyğunlaşma, siyasi kursun ölkə daxili maraqlardan çox xarici dairələrin mesajlarına sinxron şəkildə dəyişməsi, ictimai legitimlik böhranı, cəmiyyətdə real dayağın olmaması və siyasi proseslərə təsir imkanının yüksək qiymətləndirilməməsi. Bu xüsusiyyətlər Milli Şuranı kənar müdaxilələr üçün həssas struktura çevirir. AXCP ilə birlikdə o, Ramiz Mehdiyev şəbəkəsinin mümkün siyasi alətlərindən biri kimi nəzərdən keçirilə bilər. AXCP, Milli Şura xəttinin Rusiya strategiyası üçün əlverişli platformaya çevrilməsi riski. Ukrayna müharibəsi sonrası güclənəcək geosiyasi qarşıdurmalar fonunda Azərbaycanın daxili siyasi mühiti xarici aktorlar üçün hədəf ola bilər. Bu kontekstdə AXCP Milli Şura tandeminin xüsusilə aşağıdakı səbəblərlə risk yaratdığı dəyərləndirilir. Radikal davranış modelinin mövcudluğu, cəmiyyətlə dövlət arasında etimadsızlıq yaratmağa yönəlik fəaliyyət epizodları, ritorika və fəaliyyətlərin tez-tez xarici siyasi narrativlərlə üst-üstə düşməsi, siyasi sabitlik pozulduqda bundan qazanclı çıxmaq üçün ssenarilərə açıq olması. Bu səbəbdən AXCP Milli Şura xətti Rusiya təsirinin genişlənməsi fonunda manipulyastiv fəaliyyətlər üçün platforma kimi istifadə edilə biləcək aktyorlar qrupunda yer alır. Dövlət təhlükəsizliyi kontekstində zəruri preventiv tədbirlərin aktuallığı. Dövlətlərin təhlükəsizlik doktrinalarının əsas prinsiplərindən biri risklərin formalaşmasını gözləmədən onları neytrallaşdırmaqdır. Cənubi Qafqazda yeni geosiyasi balansın qurulduğu bir dövrdə Azərbaycanın daxili sabitliyinin pozulması üçün zəmin yarada biləcək hər hansı radikal cərəyanın fəaliyyətinin məhdudlaşdırılması milli təhlükəsizliyin əsas tələblərindən biri kimi çıxış edir. Burada söhbət siyasi təşkilatların fəaliyyətinin qadağan edilməsindən yox, onların destruktiv fəaliyyət risklərinin məhdudlaşdırılmasından, xarici təsir imkanlarının bloklanmasından, radikallaşma potensialının neytrallaşdırılmasından gedir. AXCP Milli Şura xəttinin vaxtında zərərsizləşdirilməsi bu kontekstdə dövlət təhlükəsizliyinin təminatı baxımından rasional addım kimi qiymətləndirilə bilər. Nəticə. Ukrayna müharibəsinin regionda yaratdığı yeni reallıqlar fonunda Rusiyanın Qafqazda təsirini bərpa etməyə çalışacağı ehtimalı yüksəkdir. Bu prosesdə daxili siyasi mühitdə radikal üslubla seçilən AXCP və institusional zəifliklə xarakterizə olunan Milli Şura kimi strukturların xarici müdaxilə alətinə çevrilmə ehtimalı
real risk kimi qiymətləndirilir. Azərbaycanın təhlükəsizlik arxitekturasının sabitliyi üçün bu risklərin vaxtında analiz edilməsi və preventiv tədbirlərin görülməsi strateji zərurət olaraq qalır.